Salam, hər vaxtınız xeyirli olsun. Xoş gördük sizləri. Biz bu gün Milli Fikir və İnkişaf İctimai Birliyinin milli mədəniyyətimizin təbliğində əl əməyi yaradıcılığının rolu və inkişafı maarifləndirici kampaniyanın təşkili layihəsinin növbəti buraxılışını təqdim edirik. Qonağımız rəssam, tədqiqatçı Lalə Hüseynovadır. Lalə xanımla bu gün biz ümumiyyətlə rəssamlığın ənənəvi əl əməyi kimi rolundan, eləcə də tarixindən, təhsilindən, bugünkü vəziyyətindən geniş şəkildə söz açacağıq. Lalə xanım, xoş gəlmişsiniz, xoş gördük. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün və bu dəyərli bir mövzudur əslində bizim üçün və bu mövzuda danışmaq mənə böyük bir qürurdur. Lalə xanım, istərdim ki, elə giriş olaraq biz əl sənətkarlığı mövzusundan danışaq. Ümumiyyətlə, əl əməyi deyərkən, əl sənətkarlığı deyərkən nələr yada gəlir? Bura nələr daxildir? İlk öncə əl işi deyərkən ilk ağlımıza bizim xalça sənətimiz, zərgərlik, keramika və sair metal sənətimiz gəlir ağlımıza və ən dərini isə belə deyək, inanc kodlarından ibarət olan xalça sənətimiz gəlir və bu xalça sənəti bizim elə bir irsimizdir ki, kodlaşmış, pozulmayan bir ənənəvi sənətdir və günümüzdə də bu xalça sənətinin böyük rolu var və həm Azərbaycanda, həm digər beynəlxalq layihələrdə də xalça sənəti böyük rol oynayır. İstəyir rəsm əsərlərimizdə, istəyir toxuculuqda, istər də geyimlərimizdə, hətta günümüzdə daha çox modern istifadə olunur. Mən istəyirəm tarixə qayıdaq. Yəni, bu sənətkarlığın tarixi nə vaxtdan başlayır? Xüsusən də hansı bölgələrimizdə? Məlum məsələ ki, müəyyən bölgələr var ki, məsələn, Qarabağdır və yaxud da Naxçıvandır, hansısa bir əl sənətkarlığı ilə məşğul olur və məşhurlaşır. Elə bax, bundan danışaq. Ümumiyyətlə, insan oğlu dünyaya gələrkən axtarışda olur və bu axtarışlardan biri də nitqlə başladı. Öz şuurunu ifadə edə bilməyən insan oğlu cızma xətlərdən, yəni bizim Qobustan qaya təsvirlərini göstərə bilərik. Və bu sonra nitqə çevrildi. Nitqə çevriləndə nə olur? Artıq bu əsərlərə çevririk. Bir-birimizə subliminal mesajlar ötürürük. İstər xalça üzərindən, istər rəsmlər üzərindən. Xalça sənəti də niyə görə bizdə daha çox Azərbaycan deyəndə ilk öncə dekorativ sənətdə xalça gəlir. Çünki qoyunçuluqla məşğul olan ölkə olduğumuz üçün və bizim Oğuz boylarımız da qoyunçuluqla məşğul olduğu üçün daha çox dərindir bizdə xalça sənəti və köçəri millət olduğumuz üçün. Və bu əsrlər keçsə də günümüzə kimi davam edir. Nənələrimizdən bizə qalan varis kimi. Həmçinin də mis sənəti, zərgərlik olsun, şəkidi ipəkçilik olsun. Bu hələ də bizdə atalarımızdan gələn adət-ənənədir ki, qalır və indi də ötürülür. Şəkiyə gedərkən ipəkçilik görürük və gələn turistlər də ilk öncə nəyə cəlb edir? Kəlağaylarımızın rəngi üzərində olan simvollar. Əlbəttə ki, onlar da şuuraltı düşünülən bir simvollardır. Niyə görə? Hər bir kəlağayının öz rənginin mənası, hər bir elementinin öz simvolik mənası var və günümüzdə də hal-hazırda bu inanclar üzərindən gedilir və müasir dövrdə də istifadə olunur. Həmçinin də zərgərlik nümunələrimizə baxsaq, biz daha çox, bəlkə sizlər də görürsünüz, xalça elementlərini zərgərlik nümunələrində daha çox görürük. Misal üçün, qoç buynuzu elementi olsun, simir quşu olsun. Bu insanların həm estetik zövqünü oxşayır, həm kodunu pozmur, həm də Azərbaycandan kənara hədiyyə olaraq da gedəndə bizi simvolik olaraq nə edir? Təmsil edir. Və bu bizi artıq dünyaya çıxışımızı artırır. Dünyaya çıxmaq üçün artıq bu bizi brendə çevrilməyə başlayır. Bu dekorativ tətbiqi sənət. Yəni, tariximizin bizə qoyduğu bu varislik elementləri günümüzdə də bizimlə bir yerdə yaşamağa davam edir. Bu məqamda mən istərdim ki, təhsil məsələlərinə toxunaq. Çünki hər şeyin təhsili olmalıdır, məktəbi olmalıdır. Qədim dövrlərdə, yəni orta əsrlər olsun və yaxud da müasir dövrümüzdə təhsil bizə sintez olundu. Yəni hansı formadan hansı formaya gəldi? Ümumiyyətlə təhsil incəsənətdə dekorativ tətbiqi sənətdən götürsək, ustalar vasitəsilə nəsildən nəslə keçdi.
Misal üçün, qılınc döymə Türk dünyasında adət var. Örsün üzərində qılınc döyərdilər. Kimdir ustadın soruşardılar və o ustadın tələbəsi də ustada çevrilərdi. Yəni, misal üçün, mənim çəkdiyim təsvir əsər İlk öncə soruşurlar ki, kimin ustadın olub, kim olub sənin təlimçin ki, bu cürünə naxış vurursan və yaxud da ki, bu cürünə rəng vurursan. İstərsiniz, izlər bir-birini birləşdirir və izə çevirir. Və o ustad məktəblər artıq başlayır yaranmağa. Ustad məktəblər yarandıqda nəyə çevrilir? Universitetlərə, məktəblərə, akademiyalara çevrilir. Ümumiyyətlə, təhsilə gəldikdə isə incəsənət elə bir şeydir ki, necə ki, eski zamanlarda ustadlar 5 yaşından uşağı götürürdüsə yanına, gəl yanımda dur, öyrən, necə ilmi atırlar və yaxud da gəl yanımda dur, necə naxış vururlar, necə elementi hiss eləmək lazımdır, neçə dərəcədə olmalıdır dəmir döyülmək üçün. O uşağı artıq şuuraltı nə olur? Beyni başlayır bunu qəbul etməyə və formalaşdıqca, böyüdükcə artıq öz yolunu seçir ki, mən bu sənət üzərindən irəliləyim, yoxsa digər sənət. Ümumiyyətlə, bizdə şərq mədəniyyətində incəsənət elmi daha dərindir. Ona görə Avropa ilk öncə başlayır incəsənəti şərqdən araşdırmağa. Miniatura sənəti olsun, istər rəngkarlıq sənəti olsun və s. şərqdə daha çox bünövrə qoyulub. Çünki ustadlıq sənəti var bizdə. Nə qədər də köçəri olsaq da, biz öz yanımızda keçə-keçə o adət-ənənəmizi bir-birimizə ötürmüşük. Müasir devrimizdə isə bir problemə toxunmaq lazımdır. Nəyə təhsildə? Evladlarımızı incəsənətə yönəldəndə bəzən valideynlərimiz yanlış tərəfdən yönəldir. Necə? Misal üçün, mənim də qarşıma çıxıb bir müəllim olaraq, uşaq 5-ci sinifdir, rəssamlıq qabiliyyəti var. Valideyn deyir ki, rəssamlıqda pul yoxdur, məşğul olma bu sahəni. Get həkim ol, get hüquqşünas ol. Amma uşağın içərisində o istək, qabiliyyət var. Biz sənəti seçərkən pul üçün deyil, sevgi üçün seçməliyik ki, sevgini pula çevirə bilək. Yoxsa istənmədiyimiz iş yerlərində qaldıqda bizim problemlərimiz həm dövlətə ziyan olaraq artır, həm də özümüzün səhhətimizə ziyan olaraq artır. Ona görə uşaqlarımıza incəsənəti aşılamağı bağça vaxtından başlamalıyıq. Necə ki, ustadlarımız 5 yaşından uşağı yanına çəkir, öyrədirdisə və ustad dərslər olmalıdır. Misal üçün, hansısa bir bağça bir siyahı çıxartmalıdır. Filan ustadımızı, rəssamı uşaqlara hekayələr danışaraq onlara rəsm aşılasın, öz texnikasını. Onda uşaqlarda sezmək olacaq, hansında o qığılcım var, hansı davam edə bilər. Şərt deyil o rəssam olacaq. Amma o qığılcımı hiss edəcək. Sonra yavaş-yavaş artıq akademik sənətə çevrilmək olacaq. Çünki yaşlar elədir ki, hər yaşın özünə uyğun proqramı var rəssamlıqda. 5 yaşında uşağa biz verə bilmərik ki, gəl insanı ideal formada çək. O uşağın beynində olan psixoloji sistem pozulacaq. Amma yaş ilərlədikcə o bazanı otuzdurmaq olur. Və artıq akademiyaya, institutlara gedən tələbələrimiz daha bünövrəli gedirlər. Çünki baza var. Yoxsa 11-ci sinifdən imtahanı 3 ay qalmış rəsm dərsinə hazırlaşmaq o insana rəssamlıq duyğusu gec formalaşacaq. Qabiliyyət ola bilər, amma o duyğu, ustadlıq gec formalaşa bilər. Ümumiyyətlə, siz qeyd etdiniz ki, bəs valideynlər bəzən övladlarını həmin sayı yetməyə müəyyən qədər məhdudiyyət qoyurlar ki, pul yoxdur və siz dediniz ki, sevgi olsun, sevgi pula çevrilsin. Bəs yaxşı, müasir gənclər həmin sevgini pula çevirə bilirlərmi? Nə qədər realdır? Əslində günümüzün 2 problemi var. Bir o pula çevirmək problemi, bir də yerli rəssamlarımızın stabil gəlir iş yeri axtarma problemləri var. Çünki rəssam elə bir sənətdir ki, onun qarşısına bildiyiniz rəsmi bir sənət qoysanız fikrini ora verə bilməyəcək. Niyə görə? Beyin yaradıcılıqdadır. Ona görə stabil gəlir yerlərinin sayı artırılmalıdır ölkəmizdəki. Biz gənclər, rəssamlar, stabil gəlirimiz olsa, biz öz əsərimizi və yaxud da ki, hansısa bir əsərimi brendə çevirəndə satışa verə bilim rahat. Çünki beynəlxalq olaraq mən öz ölkəmdən kənarda da öz ölkəmi təmsil etmək istəyirəmsə, onun üçün maliyyə lazımdır. Hansı bir sərgidə iştirak etmək üçün maliyyə tələb olunur. İstəyir İtaliyada, istəyir Fransada iştirak edirəmsə, maliyyə tələb. Bu maliyyə hardan gəlməlidir? Biz bizim öz büdcəmizdən. Hər şeyi biz dövlətdən gözləmirik. Amma dövlətin də bizim üçün stabil olaraq aylıq bir gəlir ayrılsa,
istənilən bir yaş kateqoriyalarına bölünsə və o maliyyə rəssamlığa sərf olunmalıdır təbii ki. Və onlar da izlənilməlidir. Misal üçün, filan rəssam filan hansı maliyyəni haraya xərclədi, boya aldımı, kətan verildimi, hansı sərgilərdə iştirak etdi. Bu nəzarətdə olmalıdır. Yoxsa yaradıcılıqla məşğul olmayıb o maliyyədən stabil istifadə etmək artıq qanunsuzluq olacaq təbii ki. Amma belə deyək, hal-hazırda günümüzdə mən özümdən də götürə bilərəm, öz əsərlərimizi və yaxud da ki, əl bacarıqlarımızı yerli brendə çeviririk və yerli məhsul olaraq istər hədiyyəli, istər xarici ölkələrə satışlar edirik. Amma necə səviyyədədir? Çox da o qədər yüksəkdə deyilik. Çünki günümüzdəki insanlarımız, əfsuslar olsun ki, yəni mən analiz edərək deyə bilərəm ki, yerli məhsullara çox önəm vermirik. Yəni, istər qida olsun, istər geyim olsun, istər hədiyyəli olsun. Biz onu daha çox təbliğ etsək ki, yerli məhsula bu cür hazırlanır və yaxud da ki, videoroliklərlə, reklamlarla, çarxlarla insanlara çəkə bilərik. Biz nə qədər öz bazarımıza çox iqtisadi baxımdan maliyyə ayırsaq, o qədər çox irəliləyiş olacaq. Biz misal üçün Türkiyənin və yaxud da ki, İtaliyanın məhsulunu bir də Azərbaycanı qoysaq, avtomatik həmin insan ya İtaliya ya da Türkiyəni seçəcək, Azərbaycan qalacaq kənarda. Biz onu qaldırmalıyıq ki, biz buna daha çox diqqət veririk, daha çox maliyyə xərcləyirik. İnsanlarda bunu aşılamalıyıq ki, maliyyə tərəfdən düzəldə bilək. Misal üçün, mən əsərlərimi, mən qrafika ixtisasını bitirmişəm, kitab rəssamıyam. Bəzi qaleriyalarımız sulu boya və pastel boyadan ibarət əsərlər götürmürlər. Kağız üzərində olduğu üçün. Daha çox kətan üzərində götürürlər. Və mən düşündüm, nə edim, nə edeyim? Yarmarkalara çıxdım. Və yarmarkalarda əsərlərimi sərgiləməyə başladım. Və orada hər bir zaman insanları izləyirəm. Necə baxırlar, necə yanaşırlar, qiymət soruşurlar və yaxud da qiymət aşağı salırlar. Mən daha çox xaricdən gələn turistlərin marağını sezdim burada. Çünki əsəri görürdü, sevirdi, alırdı, gedirdi. Yəni, satışda daha çox turistlərə satış gedir. Bizdə estetik duyum, zövq mədəniyyətimiz var, amma onu evdən asıb, evdə sərgiləyib baxmaq duyumumuz zəifdir. Kolleksionerlərimizin sayı azdır bundan bağlı. Bizdə bəzi, baxıram, rəssamlarımızda da bəzi nüanslar var ki, Şaxta babaya çevirmişik rəssamlığı. Mən belə deyirəm hər bir zaman. Niyə görə? Biz rəssama Şaxta baba deyilik, hər dəfə bir əsər hədiyyə edək. Əsərə dəyər vermək üçün də dəyəri də gözləməliyik. Kimsə bəyənən kimi, al səni də hədiyyə edirəm, asarsan divardan və yaxud da ki, bəzi problemləri həll etmək üçün rəssamlarımız nə edir? Əsər hədiyyə edirlər. İstəyir bu öz işləri ilə bağlı olsun və s. Buna maliyyə çevirmək üçün rəssamlarımız da öz üzərində işləməlidir. Şaxta babalığı qoymalıyıq kənara birinə. Siz ustad-şagird məsələlərinə toxundunuz. Ümumiyyətlə, həmin ənənə qədim dövrdə təbii ki, geniş şəkildə sənin ustadın olurdu, sən də o yolu açırdın, bir məktəb yaranırdı. Bəs bu gün necə həmin məktəb var? Bu məktəbi mən daha çox Şəkidə sezmişəm. Şəkidə var, Lahıcda var, dəmirçiliklə bağlı. Rəssamlıqla bağlı? Hə, rəssamlıqla bağlı ustadlıq zəifdir deyərdim. Azdır, tək-tük rəssamlar. Ümumiyyətlə, gənclərin marağı varmı bura? Günümüzdə texnologiya dövrü olduğu üçün daha çox texnologiyaya... Yəni, qrafika üzərindən müəyyən qədər... Qrafika üzərindən olsun və yaxud da ki, IT üzərindən daha çox meyillidir gənclərimiz və daha çox az öncə də qeyd etdiyimiz kimi maliyyəyə daha çox vurğuluyurlar. Amma bir şey var ki, müəyyən müddətdən sonra gəlirlər ki, ustad olaraq yanında rəsm dərslərini öyrənmək və yaxud da ki, davam etmək bunu. Yəni, bu maraq var. Ümumiyyətlə, ölkəmizdə bu sahə üzrə tanınmış rəssamlar kimlərdir və yaxud onlar hansı xüsusiyyətlərinə görə onlar, məsələn, müğənni səsinə görə tanınırsa, jurnalist yazısına görə tanınırsa və yaxud da reportajına görə tanınırsa, rəssamlarda hansı xüsusiyyətə görə onlar tanınmış olurlar və yaxud da əməkdar olurlar? Rəssamlarımız ümumiyyətlə texniki baxımdan tanınmış olur. Necə? Misal üçün, Səttar Bəhuzadənin əsərlərinə baxsaq, impressionizmi hiss edirik və onun verdiyi dəsti xətti, əgər mən burada da təsvir etsəm, deyilməyəcək bu Laləndir. Deyəcəklər, bu Səttarın dəsti xəttidir. Çünki bu irsi, bu izi o qoyub. Toğrul Nərimanbəyovun narlarını təsvir etsəm, baxan kimi kim tanıyırsa, sezəcək onun narlarıdır. Yəni, rəssamlar öz rəng və texnikalarına, üslublarına görə bir-birindən fərqlənirlər. Amma belə deyək də, adlara gəldikdə isə o rəssamları heç adlandırmaq olmur ki, o xalq rəssamı, əməkdar rəssam zaten o dünyanın rəssamına çevrilir öz texnikası ilə. Ona görə rəssamlar öz rəngləri ilə seçilir
və rəngləri ilə də tanınır. Gələk məsələn bir nəzəri olaraq belə deyək, bir bayraq düşünək, Azərbaycan bayrağı. Biz bayrağı rəsm əsəri kimi yaratmaq istəyirik. Ümumiyyətlə burada hansı texnologiyadan, hansı materiallardan istifadə edirsiniz? Ay nə gözəl, niyə görə nə gözəl deyirəm? Çünki mən bunu etmişəm. Bizim Qarabağımızın zəfərində etdim bunu. Bir musiqi dinlədim, Şuşanın dağları, başı dumanlı. Onu dinləyərkən elə öz bayrağımız canlandı və orada səmada Göytürk yazısını, Təngri, sonra qırmızı rəngdə Xudafərin körpüsünü, Şuşa minarələrini, yaşıl rəngdə isə Azərbaycan xalçalarında olan əjdaha elementini, qoç elementini və bizim igidli döyüş xalçalarımızın motivlərini təsvir etdim. Hansı materiallardan Və bu istifadə edirsiniz? materiallar isə mən qrafika olduğum üçün kağız üzərində pastel boyadan təsvir etdim. Bunu yağlı boyayla da etmək olar, amma daha çox pastel boyalarla, sulu boyayla işləməyi sevdiyim üçün mən bunu təsvir etdim. Məsəl üçün, mən də öz əsərlərimdə daha çox motivlərlə sezilirəm. Motivlərlə sulu boya və pastel boyayla təsvir edirəm. Ümumiyyətlə deyirlər ki, müəyyən sənətlərdə, yəni sənətləri cinslərə bölmək düzgün deyil. Amma biz düşünsək daha çox maraq, yəni incəsənət, mən düşünürəm ki, xanımlar daha çox maraqlar, amma yenə də sizdən eşitmək istəyirəm. Rəssamlıq sayəsində daha çox maraq göstərənlər kimlərdir? Xanımlar, yoxsa və yaxud da deyirlər ki, sənət müəyyən yaşdan sonra öz sənətkarda müəyyən qədər təsirlərini azaldır. Məsələn, müəyyən yaşdan sonra artıq o onun üçün maraqsıza çevrilir. Rəssamlıqda bu necədir? Bu doğrudurmu burada? Cins ayrımına gəldikdə isə rəssamlıqda bəzən incə sənət deyəndə ilk öncə xanımlar gəlir, amma müəyyən dövrə kimi ən çox kişilər, bəylərimiz daha çox gündəmdə idi rəssamlıqla bağlı baxsaq. Sonradan indi xanımlarımız formalaşır və hətta təhsildə də daha çox xanımların qəbulunu görürük rəssamlıq akademiyasında da. Ümumiyyətlə ayrım qoymazdım, çünki hər kəsin daxilində bir incəsənət yatır. Amma yaşa gəldikdə isə müəyyən yaşdan sonra azalmağı deməzdim, əksinə daha çox artmağa başlayır. Niyə görə? Müşahidə artır, hadisələr artır. Çünki rəssama günümüzdə olan hadisələr də təsir edir və bu hadisələr artıq onun rəsm tablosuna çevrilir və daha çox yaş artdıqca və müşahidə artdıqca daha çox peşəkar və texniki baxımdan da puxtələşməyə başlayır. Çünki rəssam o demək deyil, rəngi vurdu, təsvir etdi, dayandı. Xeyr. Deyərdim ki, hətta ən çox oxuyan rəssamlardır. Çünki kitab oxumayan rəssamın təsviri zəif olar. Tarixi, fizikanı, kimyanı, hər bir şeyi biz rəssamlar araşdırırıq, baxırıq, oxuyuruq. Hətta Salvador Dali ölərkən belə başucunda fizika və kimya kitabı olub. Bəzən deyir, rəssam hara fizikara, amma onun çəkdiyi rəsmlər zaten sürrealizmin fizikası adlandırardım mən. Ona görə rəssamlar daima axtarışda olmalıdır ki, təsvirlər də gözəl olsun. Günümüzdə necə ki deyirlər, rəssamlı balı azdır, ver rəssamlığa, xeyr, elə bir şey yoxdur. Rəssam oxumursa, araşdırmırsa və öz üzərində çalışmırsa, həm maliyyə olsun, həm mənəvi olsun, fərq etmir. O qabağa gedə bilməyəcək. Yəni dünya görüşü geniş olmalıdır. Dünya görüşü çox geniş olmalıdır. Bəs yaxşı, ümumiyyətlə əl əməyi yaradıcılığı mədəniyyətimizin inkişafına nə kimi təsir göstərir və yaxud da mədəniyyətimizin təbliğində necə çıxış edə bilir? Hətta deyərdim ki, günümüzdə daha çox böyük çıxışımız var bizim. Həm üzümüz ağ, başımız dikdi Qarabağımızla. Biz daha çox xalçalarımızla, təsvirlərimizlə çıxırıq. Rəsm əsərlərində isə, misal üçün, mən öz üzərimdən götürərəm, daha çox narlar olsun, xalça elementlərindən istifadə olunan rəsm əsərləri xaricilər tərəfindən çox sevinir turistlərimiz tərəfindən. Bizim tarixi abidələrimiz olsun. Yəni, bu o deməkdir ki, bizdə təbliğat çox güclü gedir. Sadəcə o, bunu istifadə etməyin qaydasını bilməliyik biz rəssamlar, gənclər. O demək deyil, mən evdə çəkim, oturum, heç nə eləmirlər, bizi görmürlər. Axı, sən özünü göstərmirsən, sən özünü göstərməlisən, sən özünü danışa bilmirsənsə, əsərin danışmalıdır. Əsərin danışa bilmirsə, sən danışmalısan ki, səni görüb seçsinlər. Həm öz ölkəndə, Azərbaycanda, həm digər ölkələrdə də tanıda biləsən bunu. Bunun üçün də insan, yenə də qeyd edirəm, hər daim öz üzərində işləməlidir. İşləməyən də işləməz. Siz həmçinin təhsilə toxundunuz və orada qeyd ediniz ki, rəssamlığın balın aşağıdırsa bir rəssamlığa, ümumiyyətlə digər sahələrdə vəziyyət tamamilə fərqlidir. Amma rəssamlıq belə ki, sırf o sahənin adamı olmalıdır ki, rəqabət imtahanından keçməlidir. Burada artıq keçid balı bir növ ikinci plana düşür.
Bu əslində bir tərəfdən yaxşı bir haldır ki, sırf qabiliyyət tələb edən şəxsləri cəlb edirlər. Amma mənim sualım bir qədər fərqlidir. Məsələn üçün mən şəxslər tanıyıram ki, onların rəssamlıq qabiliyyəti həqiqətən zəifdir. Sadəcə müəyyən müddət öyrənməklə, müəyyən qədər qrafik təsvirləri həkk eləməklə, yəni görürsünüz ki, sənət əsəri yaratmaq olur və qabiliyyətdən keçirlər. Ümumiyyətlə, siz necə düşünürsünüz? Yəni, rəssam doğulmalıdır, yoxsa olmalıdır? Ümumiyyətlə, insan təbiəti elə bir şeydir ki, doğulan kimi rəssam da adlandırardım. Çünki bütün rəngləri, bütün hissləri insan özündə cəmləşdirir. Amma bir şey də var ki, incəsənət insanın qanında, genində olan bir koddur. Axı, qanında, genində olmayanlar da uğur qazana bilirlər. Onu qeyd edirəm. Qanında, genində olan kod olduğu üçün, axı, bizim nənələrimiz gözümüzü açmışıq, ilmə atıblar. Mən görməyə bilərəm, amma mənim neçə nəslim ilmə atıb axı. Mən babamda görməyə bilərəm dəmir döydüyünü. Axı, mənim neçə nəsilim, misal üçün, mən araşdırmışam, hansı boydanam, Oğuz boyunun hansı boyundanam, hansı tayfadanam, mənim hansı boyum, hansı xalça üzərində işləyib, hansı elm. Yəni, mən bir gənc olaraq bunu araşdırmışam, mənə maraqlı gəlib. Mən bu elementi mən heç bilmirdim, Oğuz boyundanam və mən indi günümdə, bu yaşımda istifadə edirəm onu. İstərsiniz, genetik kod öz sözünü deyir. Yəni, sadəcə onda var, o bacarığın hansısa bir yaşdan sonra ortaya çıxara bilir ki, məsələn, 30 yaşında, 20 yaşında ki, bu bacarıq əslində məndə var idi, sadəcə məşğul olmurdum. Yəni, biz belə onda təzahür edə bilərik. Bəli, sıxır özünü. Misal üçün, siz ola bilər ki, 5 yaşınızda məşğul olmuşsunuz, uşaqdır da bu yaşda əlinə alıb hər şeyi çəkir. Bu sizi özgüvəninizi salır, amma 50 yaşa çatanda, məsələn, mənim tələbələrim var ki, 40 yaşından sonra gəlirlər yanıma, elə əsərlər işləməyə başlayırlar. Sadəcə biz ustadlar onlara bir təkan veririk. Texnikanın sirlərini öyrədib, onların bir növ yaradıcılıq ruhunu açırıq ki, ən çox rəssama özgüvən lazımdır. Özgüvənli rəssam həm təsvir edəndə rəngləri canlı olur, həm də cəmiyyətdə sözünü deyə bilir. Ona görə gənclərə bunu aşılamalıyıq. Ümumiyyətlə, rəssamlığın, əl sənətkarlığının təbliğ olunması üçün, daha geniş vüsət alması üçün nələr təklif edirsiniz bir rəssam olaraq və ya da sizə hansı məsələlər narahat edir? Mənə ən çox nə narahat edir? Günümüz daha çox texnologiya dövrüdür və istərdim ki, ölkəmizdə onlayn platformalar daha çox aktiv olsun. Çünki əfsuslar olsun ki, var, açırıq var, sadəcə var. Təkmilləşməyib yəni. Buna istər qeyri-qurum, hökumət, yəni dövlət bunlara dəstək olsunlar ki, onlayn platformalar daha çox aktivləşməyə başlasın ki, biz satışları onlayn üzərindən öz ölkəmizdə, öz cəmiyyətimizdə edib və sonra onu kənar ölkələrə də satışlarını edə bilək. Yəni, tək bir sayt üzərindən etməyək bunu. Onlayn platformalar sadəcə ad olaraq var, amma aktivləşmiş versiyada mən görmürəm bunu. Yəni, sosial dünyada biz ancaq Instagram və yaxud da Facebook üzərindən bu olunmamalıdır təbii ki. Xüsusi platformalar olmalıdır ki, hər bir rəssamın öz portföyü olsun. Bu platformaları gənclər də yarada bilər. Bəli, gənclər yaradır. Amma onlara təşəbbüs göstərməyirlər. Yaradırlar, amma bir şey var ki, dəstək lazımdır axı. Yəni, IT üzrə qurdu var. Bir daha bu da gəncə dəstək versə, platforma irəli gedəcək. Çünki gənc bir limiti var da gənclərimizin. Çünki yaşam həyatı var və günümüzdə də baxsaq, yaşam sürətlidir. 24 saat olub 16 saat. 16 saatda bu gənc kitab da oxumalıdır, təhsilini də almalıdır, özünü də təkmilləşdirməlidir, dildə öyrənməlidir, platformanı da aparmalıdır. Platforma ödənişini də etməlidir ki, vaxtında. Axı, bunun vergisi var, aylıq ödənişləri var. Bunun bir sponsorlar dəstək olsa, çox gözəl onlayn platformalar çıxır və günümüzdə Azərbaycanda çox savadlı gənc rəssamlarımız var, əl əməyi ilə məşğul olan. Ona görə onlara bu baxımdan heç olmasa bir təkmilləşmiş bir dəstək olsa, çox gözəl irəli gedərik. Ümumiyyətlə, bu sahəni inkişaf etdirmək üçün gəncləri nə kimi cəlb etmək olar və yaxud onların maraq dairəsini necə artırmaq olar? Maddi məsələsi anlaşılandır. Yəni, digər baxımdan necə bir maraq oyatmaq olar ki, gənclər bu sahəyə gəlsin, maraq göstərsinlər. Söhbət təkcə incəsənəti və yaxud da ki, rəssamlıq akademiyasını bitirənlərdən getmir. Elə şəxs ola bilər ki, onun bacarığı ola bilər, amma onun təhsili olmaya bilər. O şəxsləri və yaxud da usta-şagird münasibətləri, məsələn, ola bilər ki, hansısa bir ustanın yanında öyrəsin. Bu gənclər necə, məsələn, daha da maraq yaratmaq və yaxud da onların əl işlərinin satışını təklifləməkmi deyim, tanıdılmasını deyim, nələr təklif edirsiniz bu istiqamətdə? Ümumiyyətlə,
günümüzdə bunun üzərində çox gözəl işlər gedir. Hətta Hansı mən işlər özüm məsələn? də Mədəniyyət Könüllülərinə, Mədəniyyət Nazirliyi nəzdində təlimlər verdim rənglərlə bağlı və günümüzdə rəssamlıqla bağlı. Çox aktiv gənclərimiz var. Hətta onların içərisində məktəblilərimiz də var idi, valideynlər də iştirak edirdi. Bununla bağlı gözəl tədbirlərimiz, təlimlərimiz var, veririk. Hətta kimin işığı varsa, mən şəxsən öz dərsimə dəvət edirəm ki, gəl öyrən. Tək ki, siz öyrənin, o işığı çıxardın üzə. Amma gəldi bunu, misal üçün, fərqli ola bilər ki, tibb üzrə oxuyur, amma rəssamlıq qabiliyyəti var. Mən tövsiyə edərdim ki, universitetlərdə bu cür gənclərimizi kəşf etsinlər və onların kiçik hər ay bir sərgisini etsinlər. Yəni, bu sərgi ona həm stimul olacaq, həm də işıqlanacaq. Gələcəkdə bəlkə məşhur bir cərrah olacaq və yadına düşəcək ki, mənim sərgim öz oxuduğum təhsil ocağında olub. Və bura bizlər də gedə bilərik ona həm dəstək olmağa, həm istər bəzi nüansları öyrətmək olsun, həm istər kiçik satışını edə bilər orada. Yəni, onda daha çox işıqları biz görə bilərik. Çünki bəzi gənclərimiz gizlənir ki, yox, birdən yaxşı çəkmərəm, ya birdən nəsə olar. O, öz güvəni aşmağı üçün bu cür kiçik tədbirlər edə bilərlər. Ümumiyyətlə, əl bacarığı, yəni rəsm duyumu olmayan bir şəxs rəssam ola bilər? Deyərdim ki, ola bilər. Niyə görə? Texniki dəstək, yəni öyrətmək olsa və onun sevgisi, istəyi varsa, əlin açsaq, bir belə məcazi mənada desək, ola bilər. Amma sırf belə deyək, neysə var elə insanlar ki, gördüyünü çəkə bilir dəstək olduqca, gördüyünü götürür, çəkir. Amma fantaziya olmaya bilər. Çünki yaradıcılıq elə bir şeydir ki, mən o şeyi görmədən belə gözümü yumanda olmayan yeri təsvir edə bilim. Yaradıcı ruh. Bir növ, biz rəngləri dəyişə bilmərik. 16 milyon rəng var. Hələ də araşdırılır və sayı artır. Amma o rənglər vasitəsilə yeni əsərlər yarada bilərik. Bunun üçün də az öncə də qeyd etdim, ancaq oxumaq, mütaliə və təsvirlərə baxmaqla yaranır. Amma sizdə yoxdur. Formalaşdırırıq. Əgər istək varsa, istək yoxdursa və özündə o sıxıntı varsa, onda heç vaxt alınmır. İstəyir incəsənət, istəyir digər fənlər, fərq eləmir. Ən çox istək, hər şey sevgidən gəlir. Bir sual da məni düşündürür, maraqlandırır. Deməli, məsələn, tutaq ki, şəxs dil öyrənirsə, onun müəyyən bir səviyyəsi olur, C1 səviyyə, A1 səviyyə və yaxud da ali məktəb bazarsa müəyyən bal toplayır, fənni bu qədər mənimsəyib. Rəssamlıqda siz necə müəyyən edirsiniz? Artıq bu adam rəssamdır. Yəni, bu adam müstəqil rəssam ola bilər. Yəni, bu nə ilə müəyyən olunur? Hansı meyarla? İncəsənətdə elə bir şeydir ki, bu istər musiqidə, istər rəsmdə, yəni deyirəm, deyə bilmirik ki, bu tam %100 rəssamdır, bu tam %100 misal üçün musiqiçidir. Çünki 80 yaşında da bəstəkar yenə yazır. 80 yaşında rəssam da yenə işləyir. Yenə fərqli bir şey çıxardır. Baxırsan ki, o işindən də fərqlidir. Hətta biz rəssamlar dünənki işimizi, bugün işləyirik başqa şey, dünənki işimizi bəyənmirik. Yox, bu işim yaxşıdır. Səhərsi gün başqa şey işləyirik, onu da bəyənmirik. İncəsənət insanı qəbrə kimi işləyir və ən sonunda, ən axırıncı əsəri hansıdırsa, onu bəyənib ölür, belə deyərdim. Niyə görə? Çünki heç bir zaman biz öz əsərlərimizə neysə axtarırıq, neysə bir evlad kimi yanaşırıq da, belə deyək. Ona görə satış eləyəndə rəssam biraz çəkinir, geri çəkir özün. Ona görə deyirik ki, indiki müasir devrimizdə hər bir rəssamın art meneceri olmalıdır. Art menecer rəssamın işlərini satmalıdır. Rəssam yaradıcı olaraq qalmalıdır. Rəssam satışa çevirməməlidir özünü. Ona görə deyərdim ki, biz sırf sən rəssamsan, səndən rəssam olacaq demək, o hava olacaq. Yəni, o insan ancaq özü hiss etməlidir ki, mən rəssam olayım. Ağa xanım, artıq biz verilişimizin də sonuna yaxınlaşırıq. Ümumiyyətlə, bəlkə də olmuşsun ki, bizə hər hansı bir 11-ci sinif şagirdi baxır, o qabiliyyət imtahanına hazırlaşır. Ola bilsin ki, kiminsə bir içində gizli bir rəssamlıq eşqi var, amma onu çıxartmaqda çəkinir və yaxud da çıxara bilmir, üzə çıxara bilmir. Bu mənada istərdim ki, gənclərə fikirlərinizi çatdırasınız. Yəni, onlar, əgər o istək varsa onlarda, onları necə bir üzə versin, necə üzə çıxarsın, tövsiyələrinizi bir peşəkar rəssam olaraq bildirəsiniz ki, onlar da bu istiqamətdə mütərəqqi, çəkinmədən addım ata bilsinlər.
İlk öncə demək istərdim ki, heç bir zaman heç nə üçün gec deyil. Nə qədər ki, nəfəs alırıq, nə qədər ki, öz əlimizə toxuna biliriksə, bu sənəti də işləyə bilərik, öyrənə bilərik, mənimsəyə bilərik. Əsas odur, hər kəs özünə güvənsin, özünü sevsin və Tanrısına sığınaraq öz yaradıcılığına üzə çıxarsın. Bunun üçün heç bir zaman gec deyil. İstər 60 yaşın olsun, istər 40 yaşın olsun, axır əvvəl bu vərəq, bu rəng sənindir. Lalə xanım, çox sağ olun gəldiyiniz üçün, səmimi müsahibə üçün, səmimi veriliş üçün. Hörmətli tamaşaçılar, daha bir verilişimizin sonuna gəldik. Lalə xanım Hüseynova ilə əl əməyindən, əl əməyinin mədəniyyətimizin rolundan, eləcə də təhsilindən, müasir məsələlərdən, tendensiyalardan söhbət açdıq. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə. Çox sağ olun.